Dəyərli xanımlar, sizi kanalımdan salamlayıram. Bugün çox ləzzətli, bol karamelli, bol şokoladlı, meyvəli trifle hazırlamışam. Hazırlama qaydasını sizlərə göstərmək istədim. Deməli, keçək hazırlama qaydasına. Əvvəlcə bir qaba 400 qram qatılaşdırılmış süd, daha sonra bir paket qaymaq, 80 qram kərə yağı, 2 xörək qaşığı kakao. Bunların hamısını bir-birinin üzərindən əlavə edib qatlaşana qədər bişirirəm. Qatlaşdıqdan sonra üzərinə 200 qram südlü şokolad əlavə edirəm. Şokolad əriyənə qədər qarışdırıram və hazır oldu. Çox ləzzətli bir pralin alındı. Siz bu pralini, şokoladlı pralini tortların ara qatlarına da istifadə edə bilərsiniz və yaxud şokoladını biraz da artıq qatıb, məsələn mən 200 qram qatmışam, siz 300 qram, 400 qram qatıb biraz da bərk hazırlaya bilərsiniz ki, tortun üzərini qanaş kimi sıvamaq üçün çox ləzzətli bir pralindir. Daha sonra trifle'ın biskvitini hazırlayaq. Deməli 5 ədəd yumurta, biraz duz, 1 stəkan şəkər tozu. Bunları da qarışdırıram. Mikserlə biraz qarışdırdıqdan sonra yarım stəkan, armud stəkanla qaynar su əlavə edirəm ki, yumurta daha tez açılsın, şişsin. Sonra üzərinə 160 qram un, 25 qram kakao, 1 paket vanil, 1 paket qabartma qarışdırmışam. Unun üzərinə, üzr istəyirəm, yumurtanın üzərinə bu hazır qarışımlı unu əlavə edib ehtiyatlı şəkildə qarışdırıram, çökməsin. Qarışdırdıqdan sonra sonda 100 qram əridilmiş kərə yağı da əlavə edirəm xəmirin üzərinə. Yenidən qarışdırıram ki, yağ dibinə çökməsin. Və 160 dərəcəli sobada bişirirəm. Çox gözəl, yumuşaq biskvit alınıb. Deməli, bizim burada biskvitimizin boyu 30-un 40-adır. Yəni, bunun boyunun ölçüsü önəmli deyil. Hansı ölçüdə tavada istəsəniz bişirə bilərsiniz. Onsuz da bu biskvit bizə qırılmış formada, qırıq-qırıq lazımdır. Və qaymaqlı kremdən istifadə edəcəm burada. Deməli, qaymaqlı krem burada hazırlamasını göstərməmişəm. Yəni kanalımda var deyə bir də çəkib sizlərə göstərmədim. Yəni istəyən olsa kanalıma buyurub baxa bilər. Qaymaqlı kremin hazırlanması. Eynən həmən kremdən istifadə eləmişəm. Dəyərli xanımlar, bacardıqca burada video çarxı tezləşdirmişəm ki, sizin vaxtınızı çox almayayım. Yəni baş ağrıdıcı olmasın, bezdirici bir video olmasın. Bacardıqca tezləşdirmişəm. Odur ki, yəni qaymağın da hazırlama qaydasını çəkməmişəm. Yəni kanalımda var. Kim istəsə, nə vaxt, yəni vaxtı olanda buyurub baxa bilər. Burada biskviti qırıq-qırıq eləyib, bir qat biskvit, bir qat karamel, bir qat şokolad, üst-üstdən. Bu da önəmli deyil ki, hökman deyil ki, yəni birinci biskvit, sonra krem, sonra meyvə, elə bir şey yoxdur. Yəni ürəyiniz istədiyiniz formada bu qatları hazırlaya bilərsiniz. Yəni amma hər qatına krem çəkməyin. Onda krem çox olacaq. Yəni bir qat deyim meyvə, krem, bir qat biskvit, krem, elə yox. Yəni biraz biskvit, biraz meyvə, sonra şokolad, karamel, daha sonra krem. Kremi ara bir olsun, daha yaxşı olar. Çünki çox yumuşaq bir trifle'dır bunlar. Mən deyərdim tortdan da dadlı, tortdan da ləzzətli bir şirniyyatdır. Bir də qeyd edeyim ki, əziz xanımlar, mən bunu ev üçün hazırlayıram. Sizlərə sadəcə qablaşdırmanı göstərdim. Yəni həmən qabdan və yaxud belə stəkan qablar var. O qablardan istifadə eləmək olar. Ola bilər bəzi xanımlar, yəni sifariş götürəndə mən belə qablarda istəyiblər məndən. Bu qablarda vermişəm. Sadəcə bugün ev üçün hazırlayıram deyə qablaşdırmanı sizə göstərdim. Amma siz evdə özünüz üçün hazırlasanız hökman deyil belə bir qablar olsun. Şüşədən listlər var. Hansı ki, həmən listlərdə sobada biz nələrsə bişiririk, şüşə listlər. Siz həmən listlərə bu formada, bu qaydada qat-qat meyvəli biskviti, kremi yığa bilərsiniz. Yəni süfrəyə verə bilərsiniz ailəniz üçün. Burada da meyvə önəmli deyil. Yəni hökman çiyələk olmalıdır və yaxud banan olmalıdır. Ürəyiniz hansı meyvəni istəyir? Şəftəli olsun, ərik olsun, üzüm olsun. Fərqi yoxdur. Moruq, malina, hansını ürəyiniz istəyirsə, həmən meyvələrdən istifadə edə bilərsiniz. Eyni qaydayla yığdım bunları da qat-qat. Ara bir şokoladını, karamelini istifadə elədim aralarına. Və üz bəzəyini də dekor istədiyiniz kimi eləyə bilərsiniz. Sonda siz bunların üzərinə, əgər sifariş qəbul edirsinizsə, üzərinə qaymaqdan güllər də, kremdən risunkalar vura bilərsiniz ki, gözəllik, daha gözəl görünməsi üçün. Hazır olduqdan sonra soyuducuda saxlayıram. Yəni hökmandır ki, bu sərin olsun.
onda daha ləzzətli olur. Və sonda süfrəyə verirəm. Çox ləzzətli, həqiqətən hər kəs çox bəyəndi. Tortdan da ləzzətli bir şirniyyatdır. Siz də bəyənməyi unutmayın.